Amerika prezidenti Donald Trump Qəzzadakı müharibəni dayandırmaq üçün 21 maddədən ibarət plan hazırlayıb. Bu barədə İsrail mediası məlumat yayıb. Plan BMT Baş Assambleyası çərçivəsində, o cümlədən Prezident Rəcəb Tayyip Ərdoğanın da qatıldığı görüşlərdə müzakirə olunub. Planın əsas məqamları belədir. Bütün girovlar azad ediləcək. Qəzzada daimi atəşkəs elan olunacaq. İsrail mərhələli şəkildə Qəzzadan çıxacaq. Həmas hakimiyyəti sona çatdırılacaq, bölgə silahsızlaşdırılacaq. Yüksək vəzifəli Həmas üzvlərinə amnistiya və xaricə çıxış imkanı veriləcək. Ərəb ölkələrindən təhlükəsizlik qüvvələri bölgəyə yerləşdiriləcək. Fələstin administrasiyası məhdud formada idarə etməyə cəlb olunacaq. İsrail, Yordan çayının qərb sahilini ilhaq etməyəcəyinə zəmanət verəcək. Qəzza, Amerika Birləşmiş Ştatları, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərinin maliyyələşdirdiyi fond vasitəsilə yenidən qurulacaq.